Hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar. Peşəkar mübahisə ilə qarşınızdayıq. Yekaterinburqda Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən həmvətənlərimizin faciəvi şəkildə öldürülməsi, vəhşicəsinə döyülməsi, 9 nəfərin həbs edilməsi Rusiyanın məqsədyönlü qətliam siyasətidir deyə bilərikmi? Zaxarova düzdür, baş vermiş hadisə ilə bağlı Azərbaycan tərəfinə lazımi izahat verildiyini, vəziyyətin hüquq mühafizə orqanlarının nəzarətində olduğunu dedi deməsin. Amma bu izahat Bakıda qəbul edilmədi. Bütün rəsmi səfərlər, tədbirlər Azərbaycan tərəfindən ləğv edildi. Düşündürən əsas sual budur ki, əgər bu şəxslərin hər hansı bir qanunsuz hərəkətdə iştirakı ehtimal edilirdisə, niyə onlar sivil şəkildə saxlanılıb istintaqa cəlb olunmadılar? Sualımızı peşəkarlarımıza ünvanlayaq, görək onların təhlilləri, cavabları hansı yöndə olacaq. Qonaqlarımızı sizə təqdim edim. Alyans Strateji Araşdırmalar Mərkəzinin sədri Abdütalib Səmədov qonağımızdır. Digər bir qonağımız isə beynəlxalq hüquq üzrə ekspert Fərhad Mehdiyevdir. Xoş gəlmişsiniz. Hər birinizi salamlayıram. Hadisə bəllidir, təbii ki. Yekaterinburqda baş verən faciəvi bir hadisədir, təbii ki, deyə bilərik, üzücü bir xəbərdir. Biz bunun həm hüquqi, həm də siyasi tərəflərini müzakirə edəcəyik ki, Rusiyanın əsas istəyi nə idi, məqsədi nə idi bu cür hadisənin törədilməsində? Bu işin peşəkarısınız, Fərhad bəy. Az öncə bir sual da ünvanladım ki, Rusiya tərəfi müəyyən bir cinayətdə ittiham edirsə Azərbaycanlar, həmvətənlərimizi, üslub bu mu olmalıydı? Ümumiyyətlə, dəfələrcə kütləvi informasiya vasitələrində Rusiyada küçədə belə olsa, həyata keçirilən həbslərin müşahidə eləyəndə biz nəyi görürük? Maskalı insanlar kimsə avtomobildən çıxardırlar, dərhal onun qarın nahiyəsinə 2 dənə təpik zərbə indirirlər, ondan sonra onu yıxırlar yerə, üzü aşağı, arxadan qollarını bulub qandallayırlar. Yəni, bu şəkildə tutma həyata keçirilə bilməz. Ümumiyyətlə, Rusiya düzdür, Ukrayna müharibəsindən sonra Avropa Şurasından ayrıldı, elə bir ki, ayrıldı. Amma Rusiya bir Avropa Şurasının üzvü olub. Avropa Şurasında konkret standartlar var. Yəni, həbsin həyata keçirilməsinin qaydası belə ola bilməz. Çünki bu ləyaqətə alçaldırıcı bir rəftar formasında qarşımıza çıxır. Kimə qarşı elə rəftar ola bilər? Silahlı müqavimət göstərən şəxslər. Amma Rusiyada baxmırlar, ümumiyyətlə silahlı müqavimət göstərir, göstərmir. Hər kəsi eyni şəkildə biz tutulduğunu görürük ki, bu qətiyyətlə sizə deyim, həm BMT-nin işgəncə əleyhinə konvensiya ziddir, həm də Avropa Şurasının təşkilatçılığında imzalanmış Avropa İnsan Hüquqları Konvensiyasına ziddir. Xeyli, yəni başqa sənədlər də var, 1966 sənədi var. Bu şəkildə təbii ki, tutma həyata keçirilə bilməz. Burada nəyi qeyd etmək lazım? Ümumiyyətlə, dövlətin cinayət icraatı çərçivəsində həyata keçirdiyi tutmalarla müharibə hüququ, terroristlərə qarşı rəftar bambaşqa bir şeydir. Yəni, fərqli olmalıdır. Amma biz nə görürük? Biz görürük ki, bir evə basqın törədilir və indi siz hər halda özünüz izlədiniz ki, Rusiya tərəfi bəyan edir ki, bu insanlar başqa bir Azərbaycanın öldürülməsində bunlar şübhəli bilinirdilər. Bax, belə bir istintak var. Təbii ki, bu məsələni dəqiq araşdırmaq lazımdır. Amma bir daha qeyd edirəm, sırf qapı açılmayıb deyə, məlumat belədir ki, qapı döyülüb, qapı açılmayıb, qapı açılmadığına görə həmin evə qapı zorla sındırılıb və daxil olan kimi də orada silahdan istifadə olub. Amma müsahibə verən həmvətənlərimiz var idi. Onlar müsahibələrini də izlədik yəqin ki, hər birimiz. Onlar tam fərqli bir formada. Yəni, bizə imkan vermədilər heç qapını açmağa belə. Təsəvvürün səhər saatlarında insan yuxuda ola bilər, elə deyilmi? Yəni, yatmış vəziyyətdə insan bir özünə gəlib, ayılıb sonra nəyinsə fərqində olmalı deyilmi ki, yaxınlaşıb da qapını açsın, amma deyir, bizə imkan vermədilər. Ümumiyyətlə, ondan əvvəl vətəndaşı çağırmalılar polis idarəsində, ondan əvvəl ki, gəl, izahatı ver, ifadəni ver və lazım olsa həmin şəxs orada tutulur. Yoxsa xəbər vermədən, çağırılmadan birbaşa səhər tezdən evinə basqın eləmək, bu şəkildə evə daxil olunsa silahdan istifadə edib tətbiq eləmək, təbii ki, bu vəhşicəsinə bir hərəkətdir öz yerində. Hətta dediyim kimi, yəni bu cinayət işi, qondarma cinayət işi olmasa belə, həqiqətən onlar başqa bir Azərbaycanın öldürülməsi şübhəli bilinсələr belə, bu şəkildə tutmanın həyata keçirilməsi Rusiyanın öz qanunlarına da ziddir. Çünki polisin silah tətbiq etməsi ilə bağlı, yəni Rusiyada polis haqqında qanun var, bizim qanundan çox da fərqlənmir. Orada açıq-açıq göstər, polis hansı hallarda silah tətbiq edə bilər. O şəkildə silahın tətbiqi qətiyyən öz qanunvericiliklərinə belə uyğun gəlmir, öz qanunvericiliklərinə. Yəni, burada deməli, nə baş verməlidir? Daxili təhqiqat aparılmalıdır və bir daha da dəqiqləşdirilməlidir ki, orada məsələn, mən heç bir yerdə rast gəlmədim ki, həmin şəxslərin üzərində silah olsun. Bununla bağlı qeydə rast gəlmədim. Yəni, belə bir şey yoxdursa, necə silah tətbiq olma bilər? Polisin silah tətbiq etməsi üçün mütləq silah tətbiqi insanlarda silah olmalıdır. Silah olmadığı halda polisin silah tətbiqi yol verilməzdir.
Sizin fikriniz nədir Abdullah bəy? Biz vətəndaşlarımızın, daha doğrusu həmvətənlərimizin müsahibələrini də izlədik. Təbii ki, həm yazılı mediadan, həm də televiziyalardan onların görüntülərini də əminəm ki, siz də şahid olubsunuz. Yəni olduqca ürək ağrıdıcı bir məqamlardır. Yəni insanın bu vəziyyətə necə gətirmək ola bilər deyə və düzdür, hüquqi tərəflərini Fərhad bəy qeyd elədi, ancaq siz təbii ki, öz müşahidələrinizi istəyirəm, həm hüquqi, həm də ki, burada bir siyasi məqamlar da yoxdur mu? Nəzərə alsaq ki, həmin Rusiya Federal Təhlükəsizlik Xidmətidir ki, birbaşa kimə tabedir? Rusiya rəhbərinə, elə deyilmi? Yəni bu tapşırıq birbaşa oradan gəlib deyə bilərikmi? Hadisə və onun həyata keçirilmə forması göstərir ki, burada hüquqla bağlı heç nə yoxdur. Bu siyasi addımdır, ən yuxarı səviyyədən verilmiş tapşırıqdır. Siz təsəvvür edirsinizmi ki, Çin vətəndaşına qarşı tutaq ki, o cür davranış olaydı? Qeyri-mümkündür. Heç Hindistan vətəndaşında da ən çox indi çəkindiyi dövlətlərdir Rusiya prezidentidir. Mən də Amerika Birləşmiş Ştatlarını demirəm. Səhər saat 5-də bu cür vəhşi üsullarla nə ehtiyac var, nə vaxtsa baş vermiş cinayət işini araşdırmaq istəyirsinizsə, bunu normal insan kimi eləyə bilərsiniz. Bu siyasi addımdır. Nədən atılıb bu? Birincisi, təyyarə qəzasından bağlı Azərbaycanın tutduğu mövqe bunları qane eləmədi. İkincisi, paradda iştirak eləmədi. Görülür, o dövrdən belə bir tapşırıq verilib ki, Azərbaycana qarşı bu cür bir cəzalandırma tədbiri, xəbərdarlıq, növbəti xəbərdarlıq edilsin ki, digərləri üçün də dərs olsun. Çünki aşkardır ki, Rusiyadan ciddi narazılıq var. Xüsusilə ətraf dövlətlər, keçmiş ittifaq dövlətləri. Siz təsəvvür eləyin, bir dövlətin başçısı, söhbət Prezident Putinlə gedir. Heç bir məsuliyyət hiss eləmədən 2022-ci ildə sahibkarlarla görüşür və deyir ki, Pyotr keçmiş Rusiya torpaqlarını topladı, indi o missiya bizim üstümüzə düşüb. Keçmiş Rusiya torpaqlarını toplamaq və möhkəmləndirmək. Və bunun hansı dövlətləri nəzərdə tutulur, bu da məlumdur. İndiki 17 milyonu deməli, kvadrat kilometr ərazisini saxlamaqdan söhbət getmir. Yerdə qalanını birləşdirməkdən gedir. Bir neçə gün bundan əvvəl də deyir ki, Rus əskərinin çəkməsi ara dəyibsə, ora bizimdir. Bəli. Yəni, burada bir insanda bir məsuliyyət olar, bir qonşu dövlətlərə hörmət olar. Sən nə demək istəyirsən? Və bunu o dövlətlər nə cür qarşılamalıdırlar? Baxmayaraq ki, kifayət qədər səbir göstərilir. İndiyə qədər Putinin o bəyanatlarına elə bir reaksiya verilmədi. Halbuki dünya da reaksiya verməliydik. Sən nə demək istəyirsən? Sən nəyi toparlamaq istəyirsən? Və Azərbaycan prezidentinin qəza hadisəsi ilə bağlı tutduğu prinsipial mövqe. Bunlar adət eləməyiblər belə şeyə. Nəsə dedilər, artıq o hökm kimi qəbul olunmalıdır. Hadisə belə olub. Qarşı tərəfin nə düşünməyə, nə etiraz eləməyə haqqı yoxdur. Hadisənin nə cür olduğunu mən dedimsə, o cürdə qəbul olunmalıdır. Və güya telefonla zəng elədim, güya üzr istədim. Sən hamının qarşısında üzr istə. Günahkarları cəzalandır və təzminat ver. Yəni bizim tutduğumuz o mövqe sonra da paradda iştirak eləməməyimiz elə o dövrdə məlum idi ki, Rusiya bizə qarşı nəsə eləyə bilər. Və bu məqsəd Və bu son deyil. Bu son deyil. Mən hesab edirəm ki, bundan sonra da müəyyən addımlar atıla bilər və biz o addımlar barədə də çox ciddi müzakirələr aparırıq. O da bir başqa məsələyə toxunmaq istəyirdim mən xanım. Yəni həmin şəxs küçədə də tutula bilərdi, evinə girəndə, çıxanda, amma birbaşa evinə baskın törətmək, ailə üzvlərinin qarşısında bunu eləməyin orada qorxuducu bir məqsəddə daşınıb. Yəni ailəsinə, ümumiyyətlə Azərbaycan diasporasına bir qorxutma məqsədi daşındığını düşünürəm. Yoxsa onu elə evindən çıxanda tuta bilərdilər. Məsələn, tutmağa cəhd eləyə bilər, ya tutarlar, öldürməyə ehtiyac da yox idi onu. Yəni, xüsusilə də siz də qeyd edirsiniz, orada anası olanlar var idi, həyat yoldaşı olan, övladı olan var idi. Yəni, çoxlar da indi hazırda xəstəxanada hətta reanimasiyalıq edəcək dərəcədə, yəni, zoraki güc tətbiq eləyiblər. İndi bəzi vətəndaşların da, təbii ki, həmvətənlərimizin 9 nəfərin məhkəmə prosesi davam edir. İkisi haqqında bir 24 saatlıq bir həbs seçiblər, qərar veriblər deyə həbs qəti imkan tədbiri seçilib. Ümumiyyətlə, bu prosesdən hansısa bir həmvətənlərimiz üçün müsbət bir nəticənin çıxacağına inanırsınızmı bu məhkəmə prosesinə? Siz əvvəlcə onu qeyd edək ki, ölkəmiz görüldüyü kimi Rusiyada yaşayan həmvətənlərimizin diplomatik himayəsində heç bir qüsura yol vermir. Yəni, biganə yanaşmır. Onu qeyd etmək lazımdır. Hətta bu öldürülən şəxslərin Rusiya vətəndaşı olduğu bildirilsə belə, yenə gördüyümüz kimi dövlətimiz Rusiyada yaşayan, ümumiyyətlə xaricdə yaşayan Azərbaycanlılara heç çox biganə yanaşmayıb.
öz diplomatik himayəsini hər bir halda əlini çatdırmağa çalışır. Bu işin birinci məqamı. Mən Azərbaycanlılara qarşı bu cür yəni belə deyim, təzyiqin hər halda davam edəcəyini düşünürəm. Müəyyən qədər davam edəcəyini düşünürəm. Düzdür, indi dövlətimizin qoyduğu qətiyyətli bir mövqe var, ola bilsin və konkret tələblər iləri sürürük. Konkret tələbi ki, daxil təhqiqat başlat. Bəli, araşdırılsın. Araşdırın, əsaslandırın ki, orada silahın tətbiqi yol veriləndir. Yəni, niyə silahdan tətbiq olunub? Yəni, silahın tətbiqi insanı öldürmək hüquqda son çarədir. Yəni, əvvəlki çarələrə əl atmışam, işə yaramayıb, son çarə olaraq mən bunu istifadə etmişəm. Bu şəkildə əsaslandırmalısınız. Yəni, biz onu tələb edirik. Amma Rusiya buna gedərmi, o ikinci məsələ. Düşünürəm ki, yenə ümumi şəkildə bəyanatlarla belə Ruslar özləri deyirlər, atmaska eləyəcək, əvvəl elədiyi kimi. Amma vətəndaşlarımız hər halda təbii ki, Rusiyada diqqətli olmalıdır, ehtiyatlı olmalıdırlar. Diaspora ilə öz əlaqələrini güclü saxlamalıdırlar ki, belə sahibsiz kimi çıxmasınlar. Özdə hər kəs hər halda kimin problemi olduğunu təxmin edə bilir, nə cür problemi var. Və mən tövsiyə edirəm ki, bizim vətəndaşlarımızın problemlər varsa, onları diaspora vasitəsilə hüquqi şəkildə həll etməyə çalışsınlar. Yəni, bura nə aid ola bilər? Tutaq ki, kimsə deport təhlükəsi ilə üzləşə bilər, sənədlər düzgün deyil, onlar məsləhətləşsə nə edə bilərlər? Kimsə ola bilsin, cinayət istintaqı ilə adı keçir, ola bilər. Belədirsə, onlar da peşəkar hüquqi yardıma müraciət eləsinlər. Lazım onda birbaşa səhvliklə əlaqə saxlasınlar, öz problemlərini dilə gətirsinlər, nə ola bilər problem? Yəni, riskləri minimallaşdırmaq lazım, riskləri. Ola bilsin, hansı sahibkar ola bilər, vergi ilə problemi var ən azından. Bax, o problemi bəhanə eləyib, onlar daha çox təzyiqə məruz qoymasınlar deyə. Bir dəfə də həmvətənlərimizə qarşı psixoloji bir təzyiq olacaq deyə düşünürsünüzmü? Bundan sonraki vəziyyətdə. Bu hadisənin özü ilə psixoloji təzyiq. Nəzərə alsaq ki, hüquq, qanun fərqli formada işləyirsə, onun üzərinə getmirlərsə. Orada həmişə olub. Azərbaycanlılar üzərində psixoloji təzyiq son 15 ildə həmişə olub. Əvvəlcə bu hardan başlayır? Əvvəlcə o sənədləri olmayanların tutub ölkədən deportasiya etməsi ilə bağlıdır. Bu təzyiq həmişə var Rusiyada, sizə deyim, həmişə var. İkincisi, biz bilirik ki, indi yalancı Rusiya vətəndaşları kimə lazımsa, o başqa məsələ, almaq üçün Ukraynadakı müharibəyə qoşulma təklifləri var. Siz gedin müharibəyə qoşulun, qoşulsanız vətəndaşlıq alarsınız, deport olmazsınız, bu şəkildə təzyiqlər olunur. Mən bununla bağlı bir şahidin danışdığını görmüşəm. Onun özü Rusiyada belə təzyiqə məruz qalıb. Yəni, saxlanılıb. Elə miqrantların məcburiyyətinə bağlı danışacaq elə. Saxlanıb, onlara da təklif olunur ki, ya burada çox qalacaqsınız, ya da gedin qoşulun, Ukraynadakı müharibəyə qoşulun, ondan sonra vətəndaşlıq da alacaqsınız, nə bilim, imtiyazlar da alacaqsınız, maaş alacaqsınız, o bu. Amma biz görürük ki, Ukrayna müharibəsini Rusiya necə aparır? Yəni, torpaq almaq, əldə etmək adına qətiyyən baxmır ki, neçə yüz, neçə min orada əskər itirdi. Təbii ki, müharibəyə getmək orada çox riskli bir işdir və yəni, bu ağlabatan bir şeydir ki, gedib müharibədə iştirak edib Rusiyada, sonra vətəndaşlıq alasınız. Amma bu təzyiq davam edir və təbii ki, burada da bu sadəcə Azərbaycanlılara qarşı belə deyil. Ümumiyyətlə, miqrantlara qarşı, özbək vətəndaşlarına qarşı belə bir şey olmuşdu. Burada işimi diqqətli çəkən məqam odur ki, niyə Rusiya məhz həm də Rusiya vətəndaşı olanlar Azərbaycanlılar seçib, həm də Rusiya vətəndaşları. Yəni, bunlar ikili vətəndaşlığı olan şəxslərdir, biz belə görürük. Həm Azərbaycan vətəndaşlığı var, həm Rusiya vətəndaşlığı olan şəxslərdir. Hər halda ola bilsin, seçim belə ona görə ediblər ki, bu Rusiya vətəndaşı olduğuna görə onlar mənim vətəndaşımdır, öz qanunumu tətbiq edirəm, istədiyimi eləyərəm, bu şəkildə bir mövqe ortaya qoya bilmək üçün. Və Azərbaycan dediyim kimi diplomatik himayəsini belə tam tətbiq edə bilməməsi üçün Rusiya vətəndaşı olan Azərbaycanlılar seçiblər. Qənaətim budur. Çünki Azərbaycan vətəndaşını da seçə bilərlər. Sadəcə orada yaşayış icazəsi ilə işləyən Azərbaycan vətəndaşlarını. Belə olan halda təbii ki, onunla bağlı aparılan bir çox cinayət mühakiməsi, icraat qaydalarından bağlı bizim səfirliyə də məlumat verməliyidilər. Əgər Rusiya vətəndaşı olmasaydılar, ümumiyyətlə cinayət istintaqında. Amma burada Rusiya vətəndaşı olduğuna görə onu belə etməyə ehtiyacı hiss eləmirlər. Amma Azərbaycanın təzyiqindən sonra Zaxarova qalxıb müəyyən açıqlamalar verməyə məcburiyyətlə qaldı. Abdal bəy, siz necə düşünürsünüz? Həm az öncə qeyd elədiyi psixoloji təsirlə bağlı məqam və burada Azərbaycanlılarla bağlı deyil, bütün miqrantlara qarşı bir Rusiyadan təzyiqi görürük. Elə Fərhad bəy də doğru vurğuladı ki, xüsusilə də Rusiya-Ukrayna müharibəsində məcburi formada iştirakla bağlı bir təzyiq var onlarda. Bununla bağlı düşüncələr sizdən. Yəni görürük ki, seçkilik sayıcı Azərbaycanlılardan kifayətlənmir. Bütün miqrantlara qarşı bu cür Özbək vətəndaşlarını bu şəkildə qətlə yetirmişlər təzəlikcə. Özbək vətəndaşları. Daha çox keçmiş ittifaqın müsəlman respublikalarına qarşı bu cür saymaz yana münasibət var və hesab edirlər ki, onların heç birinin Rusiya əleyhinə bir kəlmə
söyləmək haqqı yoxdur. Hətta belə götürsək, taciklər, deyək ki, qırğızlar yaxud özbəklər elə bir aktivlik də göstərmirlər. Onları qızıqlandıran elə bir bəyanatlar da yoxdur. Elə bir davranışlar da yoxdur, ancaq hörmət eləmirlər. Də əvvəlcədən də elə Sovet İttifaqı dövründə də bu cür yanaşma vardı. İndi də mən deyim ki, biraz da azğınlaşıblar və çox təəssüf ki, Rusiya budur. Xüsusilə indi Ukrayna cəbhəsində, Ukrayna müharibəsində müəyyən uğurlar qazandı. Deyək ki, bir 125 min kvadrat kilometr ərazi tutub Amerika Birləşmiş Ştatları nağzınla oynayır, güzəşt eləyir. Hər dəfə Ukrayna deyək ki, müxtəlif ərazilərdə qırğınlar törədilir, dinc insanlar öldürülür. Trump deyir ki, Putin sülh istəyir. Yəni, çox maraqlı sülh istəmək forması var. Demək istədiyim odur ki, Amerikanın bu mövqeyi də biraz Rusiyanı, mən hesab edirəm ki, bu cür cəsarətləndirdi təbii ki. Aynur xanım, mən diqqəti başqa bir şey çəkmək istəyirdim. Məsələn, mən bugün Pravda Rus saytına daxil olub məqalələrə baxırdım. Orada Paşinyanla bağlı bir məqalə var idi və orada qeyd olunur ki, Paşinyan vətənpərvər erməniləri cəzalandırmaqla Azərbaycanın işinə gələn hərəkətlər törədir. Yəni, dolayısıyla olaraq Azərbaycan qınanır və Ermənistanda olan o revanşist qüvvələri də yenidən aktivləşdirməyə çalışırlar və onlara vətənpərvər ermənilərdir, vətənpərvər ermənilər. Yəni, Paşinyan atdığı müəyyən pozitiv addımlar var, onları inkar etmək lazımdır. Adam sülh istəyir. Yəni, istəyir ki, Azərbaycan, Türkiyə, Ermənistan arasında sülh bağlansın. İnkişafın yolunu elə görür. Yəni, başa düşür ki, Ermənistan xalqının dirçəlişi o revanşistlərin və bədnam qonşuların ipində getmək deyil, özlərinə müstəqil bir yol çizməkdir. Marağı var da burada, elə deyil mi? Tamamilə doğrudur. Özdə Pravda.ru kimi saytında çıxdığına görə, demək ki, müəyyən dairələrdən artıq bu sistemləşdirilmiş bir siyasət kimi bizim qarşımıza çıxır. Bir başqa məsələ toxunmaq istəyirəm. Dumada təzəlikcə yenə iclaslar olub. Həmin iclasda deyiblər ki, niyə Qırğızstanda, Qazaxstanda Rusiyanın populyarlığı 80-85%-dir? Azərbaycanda və Moldovada isə bu populyarlıq 50%-ə ancaq keçir. Yəni, bunu qınaq kimi göstəriblər ki, Rusiya niyə populyar deyil? Yəni, keçmiş öz davranışı barədə düşünmək keçmiş post-sovet məkanında bizi günahlandırır. Yəni, demək ki, onlar bizi də Rusiyanın təsir sahəsində görmək istəyirlər və belə o 50%lik nisbətlər onların xoşuna gəlmir. Onlar daha yuxarı nisbətlər görmək istəyirlər Qırğızstanda olan kimi. Yəni, başa düşməlidir ki, Azərbaycan müstəqil dövlətdir, müstəqilliyindən də geri addım atmayacaq. Onlar başa düşməlidir ki, Azərbaycan Türkiyə ilə bir ittifaq bağlayıb, bu ittifaq bizim müstəqilliyimizin əlavə təminatıdır və başqa dövlətlə etmək istədiklərini Azərbaycanla etmək indi biraz çətin məsələdir, çətin alınır. Bəlkə də bu məsələdir ki, Rusiyanı daha çox narahat eləyən ki, Azərbaycan Türkiyə ilə əməkdaşlığı daha da inkişaf elətdirib və hazırda daha güclü formada ilərləyir Azərbaycan. Bu da Rusiyanı narahat eləyir. Elə az öncə mən də verilişə başlarkən qeyd elədim ki, fərqli formalarda elə. Fərhad bəyin qeyd elədiyi kimi media üzərindən də, müxtəlif şəxslərin üzərindən fərqli açıqlamalar verməyə, yazıların tirajlanması, yəni hər yola əl atır deyə bilərikmi? Həm siyasi, həm informasiya sahəsində olan, həm fərqli dairələrdən, elə Ermənistan üzərindən də olsun. Yəni, müxtəlif təzyiqləri biz görürük görməyinə, ancaq düzdür, indi bu hadisə ilə bağlı rəsmi Bakının addım oldu. Avyachukun səfəri də təxirə salındı, yəni görüşlər olmalıydı. Mədəniyyət Nazirliyi də açıqlama verdi ki, müxtəlif tədbirlər, tamaşalar və s. sərgilər olmayacaq artıq. Sual elə buradan vermək istəyirəm ki, Abdullah bəy, bundan sonraki Azərbaycan-Rusiya münasibətləri hansı məcrada gedə bilər? Bilirsiniz Aynur xanım, mən 90-cı ilin yanvar hadisələrini xatırladım siz bunları deyəndə. Primakov həmin dövrdə mərkəzin nümayəndəsi kimi gəlmişdi və bizim deməli həmin o etiraz hərəkətinə rəhbərlik eləyənlərdən birinə demişdi ki, növbəti addım Azərbaycanın müstəqilliyidir və biz buna imkan verə bilmərik. İndi də elə bil ki, Azərbaycanın tam müstəqilliyindən qorxurlar bunlar. Və bilirsiniz ki, keçən ilin dekabrında Amerika Birləşmiş Ştatlarına və NATO'ya ultimatum vermişdi ki, keçmiş ittifaq respublikaları heç biri NATO'ya qəbul oluna bilməz. Bunlar mənim təsir zonamdır. Rəsmi şəkildə tələb edirdi ki, Yalta 2 müqaviləsi imzalansın və bura qərb müdaxilə eləməsin. Bu, Rusiyanın mövqeyidir və verilən bəyanatlar da bunu göstərir. Bundan sonra nə ola bilər? Hər şey bizdən asılı deyil, çox təəssüf ki. Və biz də kifayət qədər səbirli yanaşdıq Rusiyanın davranışına. Baxın, Putinin Valdayda çıxışları oldu. Qarabağ məsələsi deyir, Sumqayıtdan başlayıb.
Güya Sumqayıt faciəsi oldu. Güya ermənilər orada qırıldı. Və ondan sonra Qarabağ məsələsi başladı. Cavab vermədik. Sonra Madrid prinsiplərini təhrif elədi. Hətta Azərbaycanda da müəyyən qüvvələr fəallaşdı ki, görürsünüz, 2 rayonu vermək istəyirmişik biz ermənilərə. Deyir ki, 5 rayonu qaytarır, ikisi qalır səndə. Halbuki Biz onunla heç razılaşmamışıq. plebisitdən sonra ikisini də qaytarmalıydı. Ancaq o hissəni demir. Ona da reaksiya vermədik. Və nə qədər belə bəyanatları, nə qədər belə addımlar oldu ki, bir ikisini də mən əvvəlcədən dedim. Ancaq səbr eləməyin də bir həddi var. İndi təyyarə qəzası olub. Səndən minimum şeylər tələb olunur. Üzr istəmək, günahkarı cəzalandırmaq, təzminat vermək ki, bunu eləmək sənin üçün o qədər də çətin deyil. Elə qutarsın. Nə cür oldu ki, Türkiyəni məcbur elədiniz ki, Rəcəb Tayyip Erdoğan rəsmi şəkildə Kremlə məktub göndərsin və təyyarəsinin ailəsindən üzr istəsin. 6 ay keçəndən sonra. Halbuki bütün dünya deyirdi ki, Türkiyənin günahı yoxdur. Sərhəddi keçib ona görə vurulub. İndi nə cür olur ki, üzr istəmək növbəsi sizə gələndə eləmirsiniz. Yəni, bu cür yanaşma, Rusiyanın bu cür aparması nə cür indi düzəldək? Biz dəfələrlə güzəşt elədik. Və gücünü də bilirik. Eləyə biləcəyi pislikləri də nəzərə alırıq. İndi təsəvvür edin, deyək ki, bizim orada dəqiq sayı bilinməsə də 500 milyon çox əmək migrantı var. Və orta hesabla keçən il 500 milyon dollar Azərbaycana pul göndəriblər. 2022-ci ildə hətta 3 milyard göndərmişdilər. Ancaq orta rəqəm 500 milyondur. İndi onlara qarşı bu hərəkətlər başlasa, onları Rusiyadan çıxartmağa başlasalar, yəni bizə təbii ki, çox böyük problemlər məsələyə toxunmaq lazımdır. Əslində, məsələn, siz baxırsınız, Trump nəyə görə Çinlə münasibətləri korladı? Deyir, sən mənə çox satırsan, mən sənə az satıram. Mövqeyi budur. Əslində, Azərbaycanla Rusiya arasındakı əlaqələrdə Rusiya Azərbaycanla çox qazanır. Biz Rusiyadan xeyli mal alırıq, taxtasını alırıq, qida məhsullarını alırıq. Buğda. Yəni, burada buğdasını alırıq. Yəni, burada müsbət sərdir. Rusiyanın xeyrinədir. Rusiya nə lazımdır ki, başqa? Yəni, iki ölkə, Rusiya o vaxt belə narahat olardı ki, yəni, bu Azərbaycanlılar mənə heç nə vermir, mən bunlardan heç nə ala bilmirəm, elə ziyana düşürəm, bunları qabağa düşür, belə şey də yox. Amma sizin sözünüzdə bir məqam var. Bugün çıxıb Rusiya sosial şəbəkəsində bu fikir artıq tirajlanır ki, Rusiyada yaşayan Azərbaycanlılar Rusiya nə qazandırıb ki? Kimi bir fikirlər artıq. İşçi qüvvəsi yoxdur. Rusiyada böyük problemi var. Yəni, o adamlar, Ruslar özləri işləsəydi, təbii ki, biz gedərdik. Migrantlarla bağlı nəyə toxunmaq istəyirəm, bilirsinizmi? Ukrayna müharibəsi sona çatdıqca Rusiya migrantlar ölkəsindən çıxartmağa çalışacaq, migrantları. Niyəsini isə deyim, böyük ehtimalla. Çünki müharibədən qayıdan əskər haradasa işləməlidir. Radısınızmı? Dövlət sonsuza qədər bunu maaş verib saxlayan deyil. Bu səfər işsiz qalsa, dövlətə qarşı bunların potensialı olacaq. Yəni, mən müharibə vuruşmuşam, gəlmişəm, ayağım birincisini, ikincisini itirmişəm, iş də tapa bilmirəm. Çünki migrantların azalması, iş yerlərinin çoxalmasına Rusiya daxilində və mövcud əmək haqlarının artmasına səbəb olacaq. Çünki adam tapılmayacaq. Mən düşünürəm ki, migrantlara qarşı sərtləşmiş siyasətin səbəblərindən birisi odur. Migrantların sayısını azaltmaq və müharibədən qayıdan əskərlərin işlə təminatını bu şəkildə yenə xüsusi sektorun üzərinə qoymaq. Yəni, öz üzərinə məsuliyyət götürmək istəmir. Fikirləşir ki, hər halda mən bunlara bu qədər işsizlik pensiyası verə bilmərəm, eləyə bilmərəm, amma bunlar da işsiz qalmasın deyə migrantları biraz bazardan çıxartmaq istəyir ki, bax, dediyim kimi, əmək haqları artsın. İşçi tapılmayanda siz yeni işçi tutmaq üçün, məsələn, Amerikada necə oldu əmək haqları artdı koronavirusdan sonra? Bunlar başladılar, Trump vaxtında olmuşdu. Bunlar işsizlik müavinəti verməyə başladılar və bir Amerikalı fikirləşdi ki, mən gedib kafedə işləməkdənsə, oturum evdə ən yaxşısı elə bu həftəli ay, yəni, bu, mən yadından çıxıb dəqiq məbləğ, amma bir müəyyən qədər pul verirdilər. Onlara sərf eləmədi gedib işləmək. İşə götürən də işçi tapa bilmirdi bu səfər. Məcbur qaldı ki, daha yuxarı maaş versin ki, işçi gəlib işləsin. Bu da Amerika bütün qiymətlərin artmasına gətirib çıxartdı əslində. Yəni, ora gedib gələnlər bilir ki, son koronavirusdan sonra bütün qiymətlər orada gözlə görülən şəkildə artıb. Bax, bunun səbəbi oradan başladı. İnsanlara pul verdilər, onlar işləmək istəmədilər. Daha sonra işləmək üçün yuxarı maaşdan getmək istədilər. Hər halda belə bir təsirinə var iqtisadiyyatda. Ona da migrantları azaltmaq istəyirlər ki, işçi gücünə tələbat artsın, maaşlar yüksəlsin. Bununla da müharibədən qayıdanlar, o əskərləri müəyyən qədər işlə təmin eləsinlər. Yəni, sadəcə təbii ki, bu məqsəd bu deyil. Amma məqsədlərdən birisi də düşünürəm ki, budur. Orada başqa səbəblər də var. Dediyimiz kimi, Azərbaycan üzərində əlavə təzyiq qoymaq. Niyə əlavə təzyiq qoymaq istəyirlər? Düşünürlər ki,
Azərbaycan daha da Rusiyaya yaxınlaşmalıdır. Halbuki Azərbaycanın qoyduğu mövqe nə pis idi? Qərbin sanksiyalarına qoşulmadı. Hamı bunu yaxşı bilir. Hətta Rusiyaya, yəni Azərbaycanla ticari münasibətlərin müəyyən qədər xeyirdir. Nəfəsli idi yəni Rusiya üçün bir nəfəsli idi. Qərbin sanksiyasına qoşulmadığı üçün Rusiya İranla öz ticarətini davam elətdirdi eyni şəkildə. Düzdür, hərçənd Xəzər dənizindən ticarətini davam elətdirə bilərlər. Amma biz hamımız bilirik ki, tırlar Rusiyadan İrana, İrandan Rusiya, Azərbaycan üzərində çox rahat işlədilər o şimal-cənub koridoru üzrə. Bunu Rusiya qiymətləndirməlidir. Dediyim kimi, bizim bazar Rusiya bazarına açıqdır. Onlar daha çox bizə satırlar. Biz onlara satmaqdan daha çox. Bizim əsas ixracımız neft məhsullarıdır. Neft məhsulları da Rusiya ixrac olunmur. Biz onu başqa dövlətlərə ixrac edirik. Yəni, Rusiya-Azərbaycanla münasibətlərdən ancaq və ancaq qazanır. Ola bilsin ki, orada müəyyən məbləğ pul bizim miqrantlar qazanıb ölkəyə göndərirlər. Amma ümumiyyətlə bu ticari dövriyyə müsbət sahədə Rusların xeyrinə. Əlbəttə ki. Burada iki məsələ ilə bağlı çox maraqlı məqamlara toxundu Fərhad bəy. Birincisi, həqiqətən də Azərbaycan-Rusiya ticarət dövriyyəsi. Hardasa 2 milyard dollar Rusiyanın müsbət saldosu var. Azərbaycan 3,6 milyard ithal eləyir. Siz deyən kimi buğdadır, meşə materiallardır, avtomobillərdir. Bizim orası verdiyimiz nədir? Cəmi 1,7 milyardlıq məhsul veririk. O da meyvə tərəvəzdir, şirələrdir. Bir də propilen veririk. Yəni, Rusiya təbii ki, burada razı qalmalıdır. Zəfərəmən, burada biz indi bir məsələni də düşünməliyik. Azərbaycanlılar müharibədən əvvəl də kifayət qədər işləyirdilər Rusiyada. O sahələrdə ki, Ruslar özü işləmək istəmir. İndi Rusların bu Ukrayna müharibəsində itkisi 1 milyon artıq keçib. Ölən və yaralanan. Ki, bunların çox işi yararsız adamlar da ölürlər, təbii ki, yararsız. Yəni deyirsiniz ki, miqrantlar əldən verməzlər. Əksinə biraz ehtiyac var ki, əlavə miqrantlar gəlsin, onları həvəsləndirsinlər, normal insan kimi davransınlar. Yoxsa sən bu cür davransan, bu ölkə kim gələr? Və sən onsuz da ağır vəziyyətdəsən və Putin özü də etiraf elədi ki, hərbi xərclərin bu qədər artması, rəsmi rəqəm 6,3%-dir müdaxil məhsulun, təbii ki, qeyri-rəsmi daha çoxdur. İnflyasiyanı dedi, sürətləndirir və bu bizi qane eləmir. Düşünmək məcburiyyətindədir. Belə düşünmək olmaz axı. Yəni, bu siyasət sənə heç nə verə bilməz. Yəni, məsələ miqrant məsələsi deyil də, milliyyət məsələsi olaraq Azərbaycan hansısa bir formada təzyiq eləməyi düşünür. Mən güman edirəm ki, eyni münasibət Qazaxlara da var. Bilirsiniz ki, Qazaxıstan prezidenti psevdo dövlətlər adlandırmışdı. O Rusiya birləşən Lugansk, nə bilim, Donetsk Xalq Respublikasını. O da xoşuna gəlməmişdi. İndi məqam gözləyirlər. Təbii ki, məqam gözləyir. Rusiya Özbəkistana qarşı da, Tacikistana qarşı da. Yəni, bunların məqsədi ondan ibarətdir ki, siz müstəqil saysanız dözünüzü, müstəqil olmamalısınız, yaxud mənim çəkdiyim xətt çərçivəsində müstəqil ola bilərsiniz. O xətdən kənara çıxa bilməzsiniz. Görünür, Azərbaycan o dediyindən oturub durma, belə baxılır, Abxal bəy. Burada, Azərxan, problem, nə cür bunları normal dövlət olmağa gətirib çıxarda bilərik biz? Hesabda Amerika Birləşmiş Ştatları sərt mövqe qoymalıydı. Trump da Putinləşib və ondan sonra o da biraz azğınlaşıb, açıq-aşkar görürsünüz, özünü necə rahat hiss eləyir. Bu tərəfdən də indi İran görürsünüz ki, bizə qarşı tutduğu mövqe, bu da göz qabağındadır. Yəni, heç bir dəxli olmayan ittihamlar var, mənasız. Sənin öz ölkənin daxilində İsrail gəlib puan zavodları tikib, laboratoriyalar düzəldib, sən durub ki, deyəsən, bir neçəsi kənardan gəlib. Ümumiyyətlə, düşünürsünüzmü ki, Rusiyanın bundan sonra hansısa bir formada dəyişdirmək mümkün olar? Dəyişməsə... Yəni, bu mümkün deyil. Uzağı, yəni biz onlara qarşı hansısa bir qardımızı ala bilərik, tədbirimizi görə bilərik, elə deyilmi? Burada Rusiyanın istifadə elədiyi variantlardan biri də Ermənistandır. Bəli. Gördük ki, Azərbaycanla hansısa bir məsələni hansısa bir formada həll etmək mümkün deyil. İndi Ermənistana əl atıb. Az öncə Fərhad bəy də qeyd elədi ki, oradakı revanşist qüvvələri yenidən belə alovlandırmağa çalışır. Yaxşı, orada nəyəsə nail olmaqla, Cənubi Qafqazla bağlı planını həyata keçirə biləcəkmi? Məsələ budur ki, indi Rusiya pəncərəsindən baxsaq Cənubi Qafqaza, Azərbaycan öz xəttini, siyasətini yürüdür. Paşinyan Rusiyanın orbitasından çıxıb, Paşinyan avrointeqrasiya deyib gedir. Gürcüstan da gördüyümüz kimi yəni avrointeqrasiyadan uzaqlaşıb, amma tam da Rusiyanın orbitasına girə bilməyib, girməyib. Hələ keçməyib. Təbii ki, Cənubi Qafqaz baxımından vəziyyət Rusiyanın indiki imperial ambisiyaları nəzərə alsaq, heç də xoşuna gələcək tərzdə deyil. Heç də xoşuna gələcək tərzdə deyil.
Orada baxır indi hansı zəif bənd ola bilər. Hansı zəif bənddən təkrar öz təsirini, gücünü artıra bilər. Hələ ki Ermənistan ən zəif bənd olaraq görür və cəhdlərini Ermənistanda həyata keçirməyə elə bir ki sınamağa cəhd edir. Yəni variantları var. Misal üçün kilsə ola bilərmi bu variantlar? Yəni kilsəyə qarşı da Paşinyan da gördük. Bəli, görürük. Elə ondan da danışacaq biraz sonra. Yəni cəhd eləyəcək. Amma mən düşünürəm ki, hələ ki alınmayacaq. Niyə? Çünki Rusiyanın dəstəklədiyi Ermənistandakı bütün siyasi qüvvələrin hamısı o və bu şəkildə korrupsiyaya batıb. Ermənilər də bunu özləri bilirlər. Koçelen kartası işe yaramadı. Çünkü o yani Ermenistan'ın büyük korrupsiyonerlerden birisidir. Sarkisyan kartası yine işe yaramadı. İndi bir kiliseden ilişmək istəyiblər. Çünkü kilisen fikirləşirlər korrupsiyayla ittiham eləmək biraz çətindir. Onların da gördüğünüz kimi özləri müəyyən qanunsuzluqlar ortaya çıxdı elədi. Düşünürəm ki, Rusiyada o məsələdə alınmayacaq, elə düşünürəm. Yəni Ermənistanı təkrar öz orbitasına qaytaracağına bağlı mən hər hansı bir işarəti hələ görmürəm. Siz necə düşünürsünüz Abdal bəy? Variant olaraq başqa bir üsula əl ata bilərmi kilsədən? Mən düz dedi. Kaçaryan, Sarkisyan variantı artıq sıradan çıxıb. Ancaq indi bir şey də məlumdur ki, Paşinyanın da nüfuzu günü-gündən düşür. O birisi tərəfdən də indi kimlərdən yapışdı Rusiya? Ermənistanda az-çox nüfuzu olan din xadimləri və bir də İvanishvili 2 variantını işə salmaq istəyir. Bu Samvel Karapetyanı qoşub bu işə. O da getdi amma. İndi burada məsələ bundadır ki, əsas hədəf parlament seçkiləridir. Təqribən 1 il qalıb. Və bu azalan nüfuzunla Paşinyan o seçkiləri uda bilərmi? Amma düşünürsünüz ki, Paşinyanın əli zəifdir hazırda. Yəni, Yəni kilsə ilə bəli, amma müqayisəni etsək və indi nail olduqlarına baxsaq, iki keşişin həbs olunması indi sıra gəlir Bağrata. Amma mən düşünürəm ki, seçkilərdə yenə birinci partiya olacaq. Düzdür, mən yəni 50%-dən çox yığmaya bilər. Amma hər bir halda birinci partiya kimin Paşinyan partiyasının seçkilərin çıxacağını düşünürəm. Yəni variant olacaqmı ki? İndi burada bir şey var da, Fərman, təzə bir proses başlayıb. Ortaya yeni figurlar atırlar. Yəni artıq Kaçaryan, Sarkisyan çıxdı oyundan. Paşinyana kim rəqib ola bilər? Bu deməli bu kilsəni qoşdular bu prosesə. Ki nüfuzu var. Hər halda Paşinyandan çoxdur nüfuzu. Və Paşinyan çox ağır bir oyuna girdi. Açıq şəkildə də deyir, mənim deyir bu kilsənin heç bir problemim yoxdur. Kilsənin Allahla problemi var. Həqiqətən də dediklərinin heç birini eləmirlər. O tələblər ki, din xadimlərinin qarşısında qoyulub, bunlara əməl eləmirlər və Paşinyana üsyan eləyirlər. O birisi tərəfdən böyük pulların da nəyə qadir olduğunu biz bilirik. Görünür istəyirlər ki, maksimum əllərindən gələni eləsinlər. Çünki bu ola bilsin ki, bunların hər halda yaxın dövrdə son şansıdır. Paşinyanın hansı yolla olursa olsun duzdurmalıdırlar. İndi ortaya kimi çıxardarlar? Karapetyanı axıra qədər saxlamaq mümkündürmü? Çünki dövlət çevrilişinə çağırış deməli maddəsindən bunu həbs eləyiblər. Axıra qədər gedib çıxa bilərlərmi? Onu həbs eləsələr yeni bir adam ortaya çıxa bilərmi? Çıxartmalıdırlar. Sonuncu təklif elədikləri bu həbs olunan keşişdir. Mən deyim ki, Ajupaxyan oldu. Amma sonra düzü, özü imtina elədi bundan. Yəni getmədi buna. Ondan bir şey çıxmaz. Ancaq demək istədiyim odur ki, indi burada bir başqa məsələ də var. Gürcüstan Avropadan uzaqlaşdı, Rusiya yaxınlaşmaq istədi və açıq şərtini də dedi. Abxaziya və Osetiyanı geri qaytarmaq. Ərazi bütövlüyümü dedi, təmin eləmək istəyirəm və ümid elədi ki, Rusiya buna gedər. Hələ ki getmir. Hələ ki getmir və yaxın vaxtlarda gedəcəyi də görünmür. Rusiyanın siyasəti o deyil. Ancaq bizim indiki şəraitdə Rusiya qarşı ki, bu qədər diqqəti mövqe ortaya qoymuşuq, Ermənistanla müəyyən qədər münasibətlərimizi yaxınlaşdırmaq yolları barədə də düşünməliyik. Xüsusilə sülh sazişi ilə bağlı mən hesab edirəm ki, müzakirələri biraz sürətləndirmək lazımdır. Bilirsiniz ki, konstitusiyada dəyişiklik tələbimiz ədalətli tələbdir. Bir məsələ də daha çox səsləndirilir ki, ola bilərmi ki, Paşinyan sırf bu Ermənistandakı vəziyyətlə bağlı, ictimaiyyət buna geri dönüş etməsin, ya da ki, bunun təzyiqlər çox olmasın deyə Azərbaycandan qısa müddətli bir vaxt istəmiş ola bilərmi? Ki, mən bu kilsə məsələsini həll edeyim, parlament seçkiləri məsələsini həll edeyim, ondan sonra konstitusiya məsələsinə də baxarıq, Minsk qrupuna da baxarıq, sülh müqaviləsinə də. Mən düşünürəm ki, Ermənistan prezidenti bunu deyib deməsindən asılı olmayaraq, hər halda Azərbaycanda da hakim dairələr Ermənistandakı daxili güc balansını nəzərə alaraq müəyyən şeyləri tələb edir və yaxud yəni nəticəsi nə olacağını çox yaxşı hesablayaraq siyasət yürüdür. Azərbaycan tərəfindən mən bəhs edirəm.
Paşinyanın eləyə bilməyəcəyi bir şeyə görə Azərbaycan onun üzərinə maksimal təzyiq qoyub, mən buna təzyiqlə nail olacam siyasətinə getməyəcək. Və indiyə kimi də getməyib, onu sizə deyim. Niyə getməyib? Şərt qoşmuşuq ki, Minsk qrupası buraxılmalıdır. Şərt qoşmuşuq ki, konstitusiya dəyişdirilməlidir. Ara sıra deyirik ki, cənab Hikmət Hacıyev də demişdi ki, təzəliyi Çekiyadakı sammitdəki, biz Zəngəzur koridorunun açılmasını istəyirik. Amma bu məsələni gündəmdə saxlamaqla biz öz məqsədlərimizə yavaş-yavaş nail oluruq. Məsələn, Paşinyan təzəliklə deyib ki, Azərbaycanla türklər Ermənistan ərazisi üzərindən bir-birinə gedib gəlmək istəyirlər. Nə var ki, burada? Gedib gəlsinlər deyib. Yəni, Paşinyan özü bu fikri Ermənistan cəmiyyətinə yavaş-yavaş aşılamağa çalışır. Özü bilir ki, birdən-birə təbii ki, bu demək mümkün deyil. Və burada da yəni, daxili revanşist qüvvələr var. Paşinyan onlarla mübarizə aparır. Özü də bu çox real bir mübarizə aparır. Birisi, biz burada heç birimiz təbii ki, Paşinyanı dəstəkləmirik. Çünki biz görürük ki, məsələn, Rusiya mediası belə müəyyən Azərbaycandakı o gün Kalibr saytında desəm bir jurnalistin yazılarını istinad edərək Rusiya saytı iddia edir ki, Paşinyan Azərbaycanlılara işləyir. Deyə buyurun, Azərbaycan jurnalisti Paşinyanı bəyənir. Yəni biz o şəkildə bəyənməkdən danışmırıq. Biz sülhün bağlanmasından danışırıq. Nə olmalıdır ki, sülh bağlansın, sülh qalıcı olsun və bu sülhdən həm Azərbaycan, həm Ermənistan cəmiyyəti elə bəhrələnsin ki, gələcəkdə bu sülh pozulmasın. Məsələn, konstitusiya dəyişikliyinin səbəbi çox bəllidir. Gələcəkdə revanşist qüvvələr deməsinlər ki, saziş konstitusiyaya zidd olub, biz onu sadəcə tanımırıq, etibarsızdır, bu bəhanələr olmasın deyə onun aradan götürülməsi istənilir. Burada təbii ki, Paşinyan bir də nəyə nəzər alır, bilirsiniz mi? Paşinyan burada Türkiyə faktorunu nəzər alır. O bilir ki, Azərbaycanla münasibətini düzəltmədən Türkiyə münasibət düzəldə bilməyəcək, qonşu ölkədir. Ermənilərin Türklərə satacağı çox şey var əslində. Onu da düşünür və təbii ki, iqtisadiyyatın dirçəlməsi üçün Türkiyə ilə münasibətlərin yaxşı olmalıdır bilir. Və təzə yeni səfərlərində biz bu məqamı gördük. Yəni, erməni rəsmiləri Türkiyə səfərlər elədilər. Hələ Türkiyə hökuməti Ermənistanı bunu yaxşı başa saldı ki, yaxşı qonşuluq münasibəti Ermənistanın inkişafı üçün zəruri addımlardan birisidir. Paşinyan hökumətini düşünürəm. Bunu başa düşüb. Bu arada mən sizə bir İranın fəallaşması məsələsindən də bəhs eləmək istəyirəm. İran çox yaxşı bilir ki, Azərbaycan ərazisi İrana qarşı istifadə olunur. Çox yaxşı bilir. Amma İran bu səfər, bilirsinizmi, Azərbaycanı sanki hədə-qorxu altında, təhdid altında saxlamaq istəyir. Xüsusilə Ermənistan münasibətləri barəsində. Mən onun üçün əslində bu məsələyə toxundum burada. Yəni, biz hamımız Mehdi Sübhaninin Erevandakı danışıqlarından xəbərlik, Ermənistandakı səfiri. Görürsünüz ki, adam provokativ şəkildə açıqlamalar ortaya qoyur. Özünə aid olan, olmayan bəli, özünə aid olmayan məsələlərdə, mövzularda. Sanki bir tərəfdən belə başa düşürsünüz ki, Paşinyan hökumətinə deyil, bu da səfər revanşist qüvvələrə hesablanaraq fəaliyyət göstərir və digər tərəfdən də həmin revanşist qüvvələrə demək istəyir ki, biz Azərbaycanla barışmamışıq. Biz yenə Azərbaycanla vəziyyəti gərgin saxlamışıq, narahat olmayın. Siz də Azərbaycanla gərginləşmənin tərəfdarı olun. Bilin ki, biz də sizin arxanızdayıq. Mən şəxsən bunu belə oxuyuram. Yəni, İranın siyasətini belə oxuyuram. Biz hətta onu sizə deyə bilərik ki, yəni mən özüm sizin bu efirdə iştirak eləmişəm. İsrail-İran müharibəsində hətta yəni İsrailin hücumunun beynəlxalq hüquqa zidd olduğunu demişəm. Amma yəni Azərbaycan tərəfindən nəinki Azərbaycan ərazisi İrana qarşı istifadə olmadı. Hətta ictimai siyasi sferada İrana dəstək olan fikirlər də oldu bizdə. Sadəcə mən deyiləm. Yəni İsrail hücumuna qarşı pisləyən çox adam vardı burada. Yenə buna baxmayaraq görürsünüz İran öz imperialist siyasətini davam elətdirir, əvvəlki siyasətini. Azərbaycanı yenə öz üçün təhlükə olaraq görür və bəhanə oldu, olmadı. Yenə durub deyir ki, Azərbaycan ərazisi İrana qarşı istifadə olunub. Bu mesajda həm də dediyim kimi Ermənistandakı revanşist qüvvələrə dəstək məqsədi olduğunu düşünürəm. Bu niyyətdə deyilmiş sözlərdir. Sizin fikrinizi alım, Abdal bəy, hansı mövzuda? Elə İran mövzusunu açıbsa Fərhad bəy, Pezeşkiyanın Ermənistana səfəri gözlənilir. Bu səfər Ermənistanda hansısa bir yanaşmanı dəyişəcəkmi? Ya da ki, biz oradan bu səfərdən, xüsusilə də Pezeşkiyanın son vaxtlar Zəngəzur dəhlizi ilə bağlı bir müsbət açıqlaması var idi ki, bu Ermənistan üçün problem deyilsə, bizim üçün də yəni problem olmayacaq deyə. Eyni formada, ya da ki, elə az öncə qeyd etdik, İran Ermənistandakı səfirinin dediklərinə qarşılıq olaraq hansısa bir mövqeyini biz görəcəyikmi səfər çərçivəsində? Mən elə ciddi dəyişiklik gözləmirəm, çünki Ermənistan İranla daim əlaqədədir və eyni mövqedən də çıxış edirlər. İstənilən məsələdə İran nə deyir, Ermənistan da onu təkrar edir. Ona görə Pezeşkiyan gələndən sonra nə dəyişəsidir? Tutaq ki, səfir mətbuat konfransı keçirdir, deyir ki, biz istəyirik ki, Fars körfəzi, Qaradəniz nəqliyyat dəhlizi açılsın və biz Ermənistandan Qaradənizə
daşıyaq yüklərimizi. Yaxud şimal-cənub nəqliyyat dəhlizinin Ermənistandan keçməsini istəyirlər. Yəni deyirsiniz ki, Ermənistanın fikri dəyişməyəcək. Bəs yaxşı Türkiyəyə olan səfərlər də dəyişmədimi? Türkiyə olan Fikirləri. səfərdə nələr oldu? Və bilir ki, yalnız Elə ehtimallar. Paşinyanın görüşü olsun, ya infrastruktur nazirinin görüşü olsun. Bu arada bir mediada da yenə erməni mediasında bu formada bir fikir tirajlandı ki, əgər Ermənistan nümayəndəsi Türkiyəyə gedirsə, xüsusilə də infrastruktur nazirinin orada Türkiyənin infrastruktur naziri ilə görüşü məsələsində artıq onlar razılaşdırıblar. Nəqliyyat məsələlərini, hətta müqavilələr də imzalayıblar. Müəyyən bir əməkdaşlıqla bağlı, yəni Azərbaycanın hansısa bir formada razılığı oldu, olmadı, əməkdaşlıq imzalanıb kimi bir xəbərlər tirajlanır. Nəyə hesablanıb bu cür yaşayıb mənim Təbii ki, bu Azərbaycanın istəmədiyi şeyi reallaşdırmaq qeyri-mümkündür. Hətta Türkiyədə istənilən məsələdə Azərbaycanın mövqeyini əsas götürür. Ancaq orada söhbət daha çox, mən hesab edirəm ki, Paşinyana izah olunmağı bir daha çalışıldı ki, birincisi bu İran nə qədər təzyiq göstərsə də Zəngəzur dəhlizi məsələsini açmaq lazımdır. Nə cür açılacağı 10 noyabr bəyanatında açıq şəkildə göstərilib. Maneəsiz hərəkət təmin olunmalıdır. İndi İranın səfiri deyir ki, koridor məntiqi olmamalıdır, dəhliz məntiqi. Ancaq Araz koridoruna, Araz dəhlizini heç nə demir. Amma indi belə müqayisə etsək, səfir hara, deyək prezident hara. İndi prezidentə gələndə inandırmağa çalışmayacaqmı ki, Paşinyan? Bizim düşüncəmiz, yanaşmamız Zəngəzur dəhlizi ilə bağlı budur. Yəni Tehran da biraz yanaşmasını dəyişsin kimi. Mən sizə deyim ki, biraz aktivist düşünməyə çalışıram, amma nə səfirin mi səlahiyyəti daha çoxdur, yoxsa prezidentin mi? Çünki prezidentin özü də son qərar vermir. Daha çox dini rəhbər nə deyirlərsə, deyirsə, onu deyirlər və bilirsiniz ki, İran İslam Keşikçiləri Korpusu bəyanat vermişdi bu Zəngəzur dəhlizi ilə bağlı. Siyasi bəyanat. Nə cür olmalıdır? Hansı formada açılmalıdır? 10 noyabr bəyanatında olduğu kimi olmamalıdır. Ermənistanın nəzarətində olmalıdır deyir. Başqa cür olsa biz bütün üsullardan, hətta hərbi vasitələrdən də Rusiya, Türkiyə və Azərbaycana qarşı istifadə edəcək. Həmin o korpusun bəyanatında bu səslənirdi. İndi prezident bu cür cəsarətli bəyanat verib başqa mövqe ortaya qoya bilərmi? Mən inanmıram. Hər şeyi həll edən dini rəhbərdir. Səfir də daha çox onun mövqeyini səsləndirir, nəinki prezidentin dediyini. Mən belə görürəm ki, hələ ki Paşinyanın ortaya cəsarətli mövqe qoymaq fikri yoxdur. Niyə? Çünki Ermənistan cəmiyyətində də insanlar daha çox İran mövqeyini dəstəkləyirlər. Çox təəssüf ki, əhalinin böyük hissəsi nisbətən 10%-ə yaxın Paşinyanı dəstəkləsə də, ancaq düşüncə olaraq Paşinyanın düşüncələrini Ermənistan əhalisinin çoxu dəstəkləmir. Və ona görə hər addım atanda qorxa-qorxa atır. Və bu cür deyək ki, cəsarətli addım atmaq, 10 noyabr bəyanatında göstərildiyi kimi Zəngəzur dəhlizinin açılmasına getmək hələ ki, mən hesab edirəm ki, Paşinyanın risk eləyəcəyi məsələ deyil. Ancaq Türkiyədə başqa cür hərəkət eləyə bilməz, sərhəd aça bilməz, diplomatik münasibəti qura bilməz. Çünki Azərbaycanla münasibətlər pozula bilər. 2009-cu il sürü protokollar yadımızda. Buna demək əsas verir ki, Paşinyan seçkidə qələbə çalmadan Zəngəzur dəhlizin biz açılacağını hər halda gözləməyək. Mən elə ona görə əslində az öncə o sual ünvanladım ki, bir vaxt istəmiş ola bilərmi ki, seçkiləri həll edin bu məsələni, bu problemin altından çıxın. Bundan sonra Azərbaycanla hansısa bir formada danışıqlara gedə bilər. Bu arada elə bu məsələ ilə bağlı Saakashvilinin bir mövqeyi var. Fərhad bəy, Ermənistanın Türkiyə ilə sülh müqaviləsi imzaladığını, sərhədləri və səfirliklərini açmağa hazırlaşdığını bildirən paylaşım var. Yəni belə bir paylaşım mən o paylaşıma çox etibar etmirəm. Bilirsiniz necə? Abu Talib müəllimin dediyi kimi, təbii ki, nazirlər, yəni infrastruktur nazirləri öz aralarında mümkünlük haqqında təbii ki, danışıblar. Yəni layihə belə ola bilər, belə ola bilər, belə ola bilər. Amma Saakashvili nə məcbur edir ki? Saakashvili onu qeyd edək ki, yəni azadlıqdan məhrum edilmə yerində o qədər onu ancaq servis darıxır və üzə çıxmaq istəyir. Ona ancaq verilən məlumatlar haqqında fikir verə bilər. Yəni o həqiqətən real olaraq bu məlumatları əldə edib etmədiyi, nə qədər yoxlaya da bilməz ki, nə qədər doğru məlumatdır ya da doğru məlumat deyildir. Ona servis verir, yəni kimi verilən məlumat var, o da götürüb bunları kimsə vasitəsilə paylaşıb, başqa məsələ. Amma yəni mən fikirləşirəm ki, Paşinyan hökuməti Türkiyə hökuməti ilə sülh daxilində yaşamaq istəyir. Yəni Saakashvili dediyində o qədər böyük bir sürpriz yoxdur.
Yəni Paşinyan hökuməti gedib Recep Tayyip Erdoğan deməyəcək ki, yox biz belə tələblərimiz var, biz ağrını istəyirik, Araratı istəyirik. Yox, onu məncə o tam olaraq başa düşür ki, Türkiyə ilə necə tam bir sülh bağlaya bilər ki, əslində müharibə şərait də yoxdur. Amma sərhədlər açılsın, iqtisadi dövrəyə artsın. Çünki bu Paşinyan üçün nəfəslikdir, iqtisadiyyatların inkişafı üçün Paşinyana bu lazımdır. Paşinyan bunu başa düşür və Türkiyə də bunu deyir. Türkiyə də ona başa salmaq istəyir ki, lap yaxşı, çox gözəl, amma bax gör Azərbaycanla neyə bilirsən? Bizim heç bir etirazımız yoxdur. Böyük ehtimalla tam da danışıq belə gedir. Bu formada gedib. Azərbaycanla razılaş, yəni sülh müqaviləsini imzalayın, biz də sizə bütün imkanlarımızı təmin edək. Bu arada düzdür, Ermənistan üzərindən siyasət yerdən sadəcə İran, Rusiya deyil, bir Avropanı da istəyirəm, unutmayaq. Kaya Kallasın səfəri var bugün sabah. Paşinyan və Mirzoyanla daha doğrusu görüşəcəyi deyilir. Yaxşı, Avropadan hansısa bir formada Ermənistan üzərindən hansı addımları görəcəyik? Nəzərə alsaq, burada indi kilsə oyunu da var. Hansı formada dəstək gələ bilər? Mən Saakashvili ilə bağlı iki cümlə deyim. Rooseveltin bir məsləhətçisi olub, həmişə məsləhətləşdiyi adam. Sonra xəstələnib. Xəstəxanada yatır, ancaq Roosevelt yenə onun məsləhətlərini alır və bir müddətdən sonra görürük ki, o məsləhətlərdən xəstəxana qoxusu gəlir. Yəni, reallıqdan artıq uzaqlaşıb. İndi Saakashvilinin bu məsləhətlərindən həbsxana qoxusu gəlir. Çünki real vəziyyəti bilmir və istəyir ki, aktiv olsun, göz qabağında olsun və deyim ki, kifayət qədər reallıqdan uzaq da söhbətlər eləyir. Avropa məsələsi. Paşinyan çox ciddi tərəddüd içindədir. Çünki Amerika Birləşmiş Ştatlarının mövqeyi dəyişdi. Artıq anti-Rus bəyanatları da vermir. Rusiya yaxınlaşa da bilmir. Qərb də əvvəlki qərb deyil. Xüsusilə Amerika Birləşmiş Ştatlarının mövqeyi, son günlər Bidenlə o müttəfiqlik, strateji tərəfdaşlıq haqqında imzaladığı müqavilə, daha doğrusu memorandum, məlum oldu ki, onun ziyanına işlədi. Çünki Trump Bidenlə gördüyü hər işə çox qəzəblə yanaşır. İndi bu şəraitdə Avropa Birliyinin nümayəndəsi gəlib Ermənistana nə vəd eləyə bilər? İndiyə qədər elədikləri elə bir ciddi şey olmadı, sözün düzü. Və indi seçim qarşısındadır. Avropa Birliyinə yaxınlaşma haqqında qanun qəbul elədilər. Rusiya qəti ortaya mövqe qoyub ki, sən ya Avrasiya İqtisadi Birliyindən çıxmalısan, çünki hər ikisində gömrüklə bağlı elə müddəalar var ki, bunlar bir-birinə uyğun gəlmir. Gömrük sərhədləri yoxdur. İndi sən nə cür həm orada, həm burada ola bilərsən. Və başqa problemlər də var. İndi nə cür bunu həll eləsin, nə cür vəziyyətdən çıxsın, nə Avropaya ilə güvən qalıb, çünki Ukrayna göz qabağındadır da, Ukrayna nə qədər kömək elədilər, nə qədər arxasında durdular və son NATO sammiti də göstərdi ki, Zelenskiyə münasibət nə cürdür. Hətta iclasa da buraxmadı. Əli boş gəldi, bəli. Yəni, bu cür qərbə nə qədər etibar eləmək olar? Bir şey yaxşıdır ki, yenə Rusiyaya yaxınlaşmaq, deyək ki, Gürcüstan kimi Rusiyaya yaxınlaşmaq xəttini götürməyib hələ. Yaqin ki, Kaya Kallas əlindən gələn eləyəcək ki, ona biraz ürək-dirək versin. Ürək-dirəkdən başqa mən inanmıram ki, Ermənistan üçün indiki şəraitdə nəsə eləsinlər. Paşinyan təbii ki, onlar siyasi dəstək verəcəklər. Bunun bəyanatlarında verəcəklər. Bir də mən ehtimal edirəm ki, müəyyən texniki əməkdaşlıq proqramları başladarlar, ola bilsin. Ermənistanın maliyyə təminatı ilə bağlı. Onu da ehtimal daxilində görürəm. Çünki Paşinyan hal-hazırda dəstəyə ehtiyacı var. Avropadan gələn dəstək ona öz xalqının qabağında bəraətdir ki, baxın, mən işləmişəm, Avrointeqrasiya yolunu seçmişəm, biz də ondan bu şəkildə bəhrələnirik. Bu şəkildə, böyük ehtimalı Paşinyan bunu özü Avropa İttifaqı rəsmilərindən deyir. Deyir ki, vəziyyətim o qədər yaxşı deyil, bəlkə də mənə dəstək, sadəcə sözdə deyil, biraz işdə dəstək lazımdır. İndi baxaq görə belə şey olar yoxsa. İndi Rusiya təzyiq göstərir Ermənistan bir tərəfdən, ancaq Rusiyanın özünə də Rusiya-Ukrayna müharibəsi çərçivəsində müəyyən təzyiqlər ola bilər əslində, xüsusilə də bu sanksiyalarla. Hansı formada, yəni Rusiyaya təzyiq mümkündür ki, ya hərbi, ya da ki, sanksiya ilə. Amma maraqlıdır ki, Birləşmiş Ştatlardan son olaraq, səhv etmirəmsə, Rusiyanın bir açıqlaması idi ki, Rusiyaya qarşı sanksiyaları artırmaq hər yolu deyil. Bu, bizim Rusiya ilə danışıqlarımızı çətinləşdirir. Yəni, bir növ bunun təbliği gedir ki, sanksiyalar olmasın Rusiyaya qarşı. Və son bir xəbər də var. Birləşmiş Ştatlar Rosatom layihəsi çərçivəsində Macaristanda PAX-2 atom elektrik stansiyası tikintisinə mane olan Rusiyaya qarşı sanksiyalar da ləğv edib. Yəni, görürük ki, artıq Birləşmiş Ştatlar sanksiyalarla bağlı da geri addım atmağa başlayıb. Yəni, bu təsir eləyəcəkmi müharibənin gedişatına Rusiya tərəfdən? Bu müharibəni ancaq alovlandıracaq təsir ola bilər. Bunu başa düşmək üçün çox çətin, yəni çətin şey deyil bunu başa düşmək. Ancaq və ancaq bu müharibənindən
Putin çəkilməsi deyil, tam tərsinə daha qərarlı şəkildə müharibənin davam etdirilməsi üçün əsas olacaq. Düzdür, sanksiyalar Rusiyaya qarşı müharibəni saxlamaq üçün kifayət eləmir. Kifayət də eləməyəcək. Bu müharibənin dayandırmanın yeganə yolu Ukrayna ordusuna kifayət qədər silah verib sahədə Rusiya ordusunu geri püskürtməkdir. Ancaq geri püskürdülmə halında Rusiya kompromisə gedəcək. Əks halda o Trump'ın özünün sözü vardı. Deyir ki, onlar yəni, udan tərəfdir. Ruslarla danışmaq çətindir. Bu şəkildə bir sözü vardı. Müharibənin qaydalarından birisini deyir. Bir tərəf udursa müharibədə onu razı salmaq çətin olur. Onun üçün Rusiyanı uduzdurmaq lazım. Rusiyanı da uduzdurmağın yolu odur ki, Ukrayna öz silah sənayesinin qurulmasında daha çox kömək və dəstək göstərməkdir. Bu arada elə bu xəbər üzərindən Ukraynanın əli zəifləyəcək, daha da zəifləyəcəkmi? Və belə olan halda Birləşmiş Ştatlardan da dəstək gözlənməyinə. Gələcəkmi yaxşı? Trump qərarını dəyişəcək? İlin yarısı keçdi. Bundan əvvəl vaxt veriblər əslində. Ukrayna bundan sonra sadəcə bir ili qalıb deyə bir proqnozlar da var. Hələ gəl o bir ili də dayanmaq lazımdır. Və siz təsəvvür eləyin, keçən il aprel ayında qərar qəbul olundu, həmin 61 milyard dollarla bağlı. Bütün dünya haykü qaldırmışdı ki, gecikirik. Narahatçılıq var idi. İndi ilin yarısıdır, hələ heç bir yardım haqqında heç bir qərar yoxdur və olacağı da gözlənilmir. Çünki Trump, görürsünüz, Afrikada da barışdırdı iki dövləti. Yəni bu adam özünə heyrandır bir sülh yaradan adam kimi. Mükafat almaq istəyir. Hədəfi var, Nobel sülh mükafat almaq istəyir və başa düşür ki, bunun üçün də Rusiya ilə dil tapmaq lazımdır, Rusiyanı yola gətirmək lazımdır, Ukraynanı məcbur eləmək lazımdır. Siyasət budur. İndi nə vaxt məcbur eləyə bilər? Görünür, gözləyir ki, Rusiya biraz da irəliləsin, Ukraynanın vəziyyəti biraz da ağırlaşsın ki, məcbur olsun. Başqa bir şey görünmür. Əgər eləsəydilər, təbiidir ki, Fərhad müəllim deyən kimi, yardımları 2 qat artırardılar. 200 milyard yox, indiyə kimi 400 milyardlıq yardım eləyərdilər ən azı və Ukrayna irəli gedə bilərdi. Necə ki, 2022-ci ildə 80 bin kvadrat kilometr ərazi azad elədi. O, Ukrayna ordusudur. Ancaq sən özün komanda verdin ki, dayan. Sonra da yardımı dayandırdı. Görünür, nə sanksiyanı dəstəkləmir, nə də hərbi yardımı. Onda belə bir çıxır ki, Ukraynanın... Halbuki Amerikanın özü həm Əfqanistanda, yəni Trump danışır, müharibə bizə baha başa gəlir. Siz baxın, görün, İraqda nə qədər müharibə pul tökdü Amerika, Əfqanistanda nə qədər pul tökdü. Çox, yəni, Əfqanistanda məncə 1,5 trilyon dollara qədər pul tökmüşdü, bəlkə daha çox, yəni səhv eləmirəmsə. Halbuki Ukrayna müharibəsinə ayırdığı məbləğ cəmi 180 milyard dolları olub indiyə kimi. Onun da hamısını silahında göndərməmişdi. 100 neçə milyard. 123 milyard təqribən göndərib, qalanını itib yolda. Göndərməmişdi. Hətta öz ehtiyatlarının doldurulmasını da Ukrayna yardım kimi göstərir. Amerika ordusunun deməli o boşalmış ambarlarını doldurmağı da deməli Ukrayna hesabını eləyir. Bu da güya ki Ukrayna yardımıdır. Ona görə hardasa hərbi yardımı təqribən 120 milyard olub. Halbuki heç olmasa 250 eləmək lazım idi. Yaxud Avropanın hərbi yardımı. Rusiya qaza, neftə görə 240 milyard verib, Ukrayna yardım şəklində 132 milyard. Bu cür yanaşsan təbiidir ki, Ukrayna neyə bilər? Təşəkkür edirəm. Minnətdaram hər ikinizə də dəyərli fikirləriniz üçün, təhlilləriniz üçün. Bir daha xatırladım, hörmətli tamaşaçılar, peşəkarlarımızı Fərhad Mehdiyev, Beynəlxalq Hüquq üzrə ekspert və Abdalov Səmədov, Alyans Strateji Araşdırmalar Mərkəzinin sədri qonağımız idi. Bir neçə dəqiqə ərzində, yaxın bir saat ərzində deyə bilərik ki, həm Azərbaycan-Rusiya münasibəti, Azərbaycan-Ermənistan münasibəti və təbii ki, biraz da demək olar ki, Rusiya-Ukrayna cəbhəsində baş verənlərə toxunmağa çalışdıq. Hələ ki, peşəkar mübahisəmizi burada yekunlaşdıraq, yeni təhlillərlə qarşınızda olacaq. O vaxta kimi özünüzə yaxşı baxın. Görüşərik. Hələlik.